Mikrodalğalı sobanın təsadüfən doğulduğu gün. 1945-ci il. Dünya hələ müharibənin kölgəsindən çıxmağa çalışırdı. ABŞ-da bir mühəndis radar texnologiyası üzərində işləyirdi. Onun adı Percy Spencer idi. Spencer rəsmi alim deyildi. Onun universitet diplomu belə yox idi. O, uşaq yaşlarında işləməyə başlamış, özünü kitablarla və təcrübə ilə yetişdirmişdi. Amma bir xüsusiyyəti vardı. O, adi görünən şeylərə belə qərbəlik axtarırdı. Bir gün laboratoriyada radar qurğusu ilə işləyərkən qəribə bir şey baş verdi. Spencer cibindəki şokoladın əridiyini hiss etdi. Əvvəlcə buna əhəmiyyət vermədi. Otaq isti ola bilərdi, amma sonra bir daha düşündü. Laboratoriyada o qədər də isti deyildi. Üstəlik, şokolad sanki içdən ərimişdi. Bu onu düşündürdü. Kiçik bir təcrübə aparmaq qərarına gəldi. Radar qurğusunun yanına bir ovuc qardal dənəsi qoydu. Bir neçə saniyə sonra isə otaqdan qəfil səslər eşidildi. Pop, pop, pop. Qarğıdalı dənələri partlayaraq popkorn olmuşdu. Spencer heyrətə gəlmişdi. Bu təsadüf deyildi. Radar cihazı mikrodalğalar yaradırdı və bu dalğalar qidanın içindəki su molekullarını hərəkətə gətirərək istilik yaradırdı. Yəni qida içəridən qızırdı. Bu fikir o qədər yeni idi ki, əvvəlcə çoxları buna inanmırdı. Amma Spencer dayanmadı. O metal qutudan ibarət bir cihaz düzəltdi və mikrodalğaları onun içinə yönləndirdi. Beləcə, tarixdə ilk mikrodalğalı soba yarandı. Amma o ilk cihazı indiki kimi deyildi. O demək olar ki, insan boyunda idi, təxminən 300 kilo çəkdə idi və yalnız restoranlarda istifadə olunurdu. Qiyməti isə bir avtomobil qədər baha idi. İnsanlar hələ başa düşmürdü ki, bu texnologiya bir gün hər evin mətbəxində olacaq. İllər keçdikcə cihaz kiçildi, texnologiya inkişaf etdi. Mikrodalğalı sobalar ucuzlaşdı və dünyaya yayıldı. Bu gün isə demək olar ki, hər evdə var. Bir düymə basırsan və yemək bir neçə saniyə, bir neçə dəqiqəyə hazır olur. Amma bu hekayənin ən maraqlı tərəfi başqa yerdədir. Bütün bu dəyişiklik bir mühəndisin cibində ərimiş şokoladla başladı. Əgər Percy Spencer o gün buna fikir verməsəydi, əgər o sadəcə şokoladı yeyib yoluna davam etsəydi, bəlkə də bu gün mətbəximiz tamam başqa cür olardı. Bəzən böyük ixtiralar böyük planlardan doğmur. Bəzən onlar sadəcə diqqətli bir insanın gördüyü kiçik bir təsadüfdən başlayır. Və o gün laboratoriyada ərimiş o şokolad əslində gələcəyin mətbəxinin ilk siqnalı idi.